Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Bugün sizlərə diaqram və qrafiklər mövzusunun izahını verəcəyim. Gəlin başlayaq ilk sualdan. Sizlərə burada 20-30 sualın izahını verməyə çalışacağım. Diaqram və qrafiklər mövzusunda sizə deyəcəyim düsturlar ümumi bir qayda olmayacaq. Hər bir qrafikin özünə məxsus işlənmə qaydası vardır. İlk baxacağımız qrafiki başa düşmək lazımdır. Bizə deyir ki, hansı ildə alma və armud yığımı arasındakı fərq 5970 kiloqram olmuşdur. Deməli, yoldaşlar, bizə 2 dənə burada diaqram veribdir, qrafik veribdir və bunlardan deyir ki, alma yığımı və armud yığımı arasındakı fərq 5970 kiloqram. Baxırıq ki, bizdə qrafikdə bizə nə verilib və nəyi soruşur. Bizə verilən alma yığımını bizə sentinerlə veribdir. Sentinerimiz bərabərdir burada. 1 sentinerimiz 100 kiloqramdır. 100 kiloqram. Armud yığımında ilə kiloqramdan veribdir. Məsəl üçün baxıram ki, bu 20-dirsə, 21 kiloqramımız, 1 sentinerimiz 100 kiloqramsa, 20 sentinerimiz olur elə bil ki, 2000 kiloqram. İndi belə baxanda, bu 5970 olmalıdır. Alma yığımı daha çoxdur. Armud yığımından daha çoxdur. Almadan armuda çıxmalıyam. İndi mən almadan armuda çıxmalıyam. 5970 eləməlidirsə, mən almanı da yenə ən böyük götürməliyəm. Heç olmasa baxın, burada 6000 qəbul edirəm ki, 6000-dən nəyisə çıxanda 5970 olsun. Bu da baxıram 2006-cı il. 2006-cı il, bəli, burada da 30-dur. Armud yığımı 30-dur. Alma yığımı da 6000-dir. 6000-dən çıxıram 30-u, bərabər eləyir 5970. Deyəcəksiniz ki, niyə birbaşa gəldiniz onu götürdünüz? Deyim sizə niyə? Məsəl üçün, mən 2001-ə baxıram. 2001 olar ya yox. 2001-ə baxıram ki, 30 sentinerdir, yəni 3000-dir. Mən 3000-dən nəyi çıxsam 5970 edir, heç bir şey. Buna nəyə baxım ki? Düzdürmü? Eyni qayda digərləri, məsəl üçün 2004 olsun, 2005 olsun, 2007 olsun, 2005 olsun. 50 sentiner, yəni 5000. 5000-dən nəyisə çıxanda 5970 ala bilmərəm. Ona görə heç olmasa 5970-dən daha böyük bir şey, bu da mənə 60 sentiner verir. Baxıram ikinci suala. İkinci sualda bizə deyir ki, şəkildə malın alış və satış qiymətinin diaqramı verilmişdir. Alış qiyməti 200 manatdırsa, satış qiyməti neçə manatdır? İlk öncə baxaq, bizə burada dərəcə ilə verib. Dərəcə ilə veribdir və deyir ki, alış qiyməti 120 dərəcədir. Bu tam bucaq olduqda olur 360 dərəcə. Bura 120-dirsə aşağı qalır 240 dərəcə, düzdürmü? 360-dan 120-sini çıxıram 240 dərəcə. 240 dərəcə qalır. Alış qiyməti 200 manatdır. Alış qiyməti 120 dərəcədir. Əgər 120 dərəcə 200 manatdırsa, 240 dərəcə neçə manatdır? X. Onu istəsəz, ikisi buradan tapa bilərsiniz ki, 200-ü vururam 240-a, bölürəm 120-yə. 120 ilə 240 qısa gedir. Burada qalır 2. 200-ü də 2-yə vuranda bizə verəcək 400. Yəni bu qədər. Devam edək 3-cü sualdan. Bizə deyir ki, şəkildəki qrafik A və B kitab evlərinin ilk 6 ayda satdıqları kitabların sayını göstərir. Son 3 ayda B kitab evinin satdığı kitab sayı A kitab evinə nisbətən neçə faiz çox olmuşdur? Yəni bu aylarda bu kitablardan nə qədər satılıb? Bu qara ilə olan A kitab evidir. Ağla olan, yəni bu incə xətt B kitab evidir. Bizə deyir ki, son 3 ayda, baxın burada bizə hamısını soruşmur. Son 3 ayı soruşur. Son 3 ay dedikdə aprel, may, iyunu götürəcəyik. Apreldə nə qədər satılıbdır? Məsəl üçün, birinci götürək A kitab evi. Aya baxaq. Apreldə nə qədər olubdur? Baxın, aprel buranı göstərir, yəni 180 olubdur. Plus. Mayda nə qədər olubdur? Mayda 140 olubdur. Baxın, bu hissədir və mayda 140 olubdur. Bəs iyunda? İyunda burada, yəni yenə 180 olmuşdur. Bu bizə verəcək 500. Gəlirəm B kitab evinə. B kitab evində baxaq. Apreldə nə qədər olubdur? 220. Mayda olmuşdur 180. İyunda olubdur. Buranı göstərir 200. Bu da bizə verəcək 600'ü. 300, 400, bəli 600. İndi mənə deyir ki,
B kitab evinin satdığı kitab sayı A kitab evinə nisbətən neçə faiz çoxdur? B A-dan neçə faiz çoxdur? Baxın, B-im nə qədərdir? B-im 600-dür. A-im 500-dür. Neçə faiz çoxdur deyəndə 100-ə də vururam. Bərabərdir. Burada ixtisar gedir 2, 0. Belə eləyək. Buradan ixtisar gedir. Hədə 100 nə ixtisar gedir? Burada qalır 5. 600-ü də 5-ə böləndə düşür 120 faiz. 120 faiz. Yəni 20 faiz çoxdur da. Əsası ilkini götürürük 100 faiz. Bu da 120 olduğuna görə 20 faiz çoxdur kimi qəbul edirik. Sonra buradan baxaq 4-cü suala. 4-cü sualda bizə deyir ki, şəkildə əkildikdən sonra ağacın böyüməsi qrafiki verilmişdir. Qrafikə görə əkildikdən neçə il sonra ağacın hündürlüyü 7 metr olacaqdır. Burada önəm verəcəyiniz şey nədir? Burada sıfırda, yəni il olaraq 0-cı ildə. Bilirsiniz nə deməkdir bu? Yəni əkiləndə. Əkiləndə 1 metr imiş bu ağac. 6 il sonra olub da 4 metr. Yəni nə qədər böyüyübdür? Əkiləndə 1 metr idi. 6 il sonra olub da 4 metr. Nə qədər böyüyüb? 3 metr böyüyübdür. Belə nəzərdə tutursunuz. 6 ildə 3 metr böyüyübdür. Və bunun 1 metrdə özünün hündürlüyü var. Baxın, 1 metr özünün hündürlüyü var. Bir dəfə də 6 il keçəcək. Bu yenə 3 metr böyüyəcək. 3, 3, 6, bir də özü 7 metr. Bizdən də 7 metr soruşur. Neçə il keçdi? 12 il. 5-ci suala baxa bilərik. 5-ci sualda bizə deyir ki, qrafiklərdə 2004-2008-ci illərdə A-nın və B-nin gəlirləri əks olunmuşdur. A-nın gəliri 100.000 manatla, B-nin gəliri 1.000.000 manatla. Və deyir ki, hansı ildə A və B-nin ümumi gəlirləri daha az olub? Ümumi gəlirləri daha az olub deyəndə bizim burada gəlib 2008-ci ilə baxmamızın heç bir mənası yoxdur. Çünki ikisində də zirvə nöqtədədir. Burada da yəni ən çox olan da 100.000 manatla deyir. Belə başa düşək bunu. 200.000 manat. Burada da 1.000.000 manatla 3.000.000 manat. Buna görə səhv gedir. Yəni səhv gedir deyəndə bizim cavabımıza uyğun deyil. İkisində də gəlirləri daha az olub. Daha azlar mən burada götürməliyəm 2004-ü, 2005-i. Məsələn, 2005-ə ilk olaraq baxa bilərik. Çünki bunda da azdır, bunda da azdır. Gəlin 2004-dən 2005-ə baxaq. Hansı? Düzü onu götürək. 2004 bəli vardı. Deməli, 2004-ə baxsaq, bu 16.100.000 manat deyir. 1.600.000 manat belə başa düşürsünüz. Aha, 1.600.000. Və bu isə neçə milyon? 1 milyon da bu. 1 milyon. 6 sıfır oldu mu? Birini də qoymaq lazımdır. 2.600.000. 2.600.000 oldu neçədə? 2004-də. Bir də 2005-ə baxaq. Hansı daha azdır? 2005-ə baxsam, baxın bu 8-i göstərir. Yəni 800.000. 800.000. Bu isə neçədir? 1.500.000. 1.500.000 milyon manatla dediyinə görə. Bu da mənə verir neçəni? 2.300.000. 300.000. Aha. Bəli, bu deyə artıq getdi. Bu 2.600.000-dir. Bu 2.300.000-dir. Demək ki, bu daha azdır. Maraqlı gəlirsə 2006-ya da baxa bilərik ki, onda ağlınız qalmasın. Burada 2006 nə qədərdir? 1.200.000. 1.200.000. Bəs burada 2006 1.500.000. Bu eləyəcək 2.700.000. 2.700.000. Yenə bu azdır. Yəni bu 2005 idi. 2005 ya da yəni Y variantı ilə. 2.700.000. Cavabımız Y variantına uyğundur. İkisinin də gəliri daha az olubdur. Baxırıq 6-cı sualda. 6-cı sualda bizə deyir ki, su ilə dolu hovuzun boşalma qrafiki verilmişdir. Dolu hovuz neçə dəqiqəyə boşalar? Yoldaşlar, burada diqqət edəcəyiniz nədir? Bir dəqiqəyə 52 litr boşalmır. Bunu burada səhv götürülür. Yəni bir çox tələbə bunu başa düşür ki, bir dəqiqəyə 52 litr boşaldı. Yox, belə başa düşməlisiniz. 56-daydı. Bir dəqiqəyə gəldi 52-yə. Yəni nə qədər boşaldı? 4 litr. Yəni bunun arasından baxın 4 litr azaldı. Bir dəqiqəyə 56-dan yeni 52-yə. Bu nə deməkdir? 56-dan 52-sini çıxıram da 4 litr. 4 litr azalıbdır. Bir dəqiqəyə 4 litr boşalırsa
neçə dəqiqəyə dolu hovuz boşalar? Yəni 56. 56 litr neçəyə boşalar? Buradan da ikisi tapmaq üçün 56-nı vuram 1-ə, bölürəm 4-ə. 14. 14 dəqiqəyə tamamilə boşalmış olar. Baxaq 7-ci suala. 7-ci sualda sual şirəsinin yerinə uyğun gələn variantı tapın. Deməli, bizdə burada 50% verib, buranı 30 dərəcə veribdir. Bu 50% var, bu yarısı deməkdir, düzdürmü? Yarısı bilsiz nə deməkdir? Dərəcə ilə götürüm hamısını. Yarısı, yəni 360-ın yarısı. Həm də ki, bu açıq bucaqdır. Yəni 180 dərəcədir. Buranı göstəribdir 90 dərəcə. Əgər aşağı 180 dərəcədirsə, 30 ilə 90 var və elədi 120. 180 olması üçün mən bura 60 qoymalıyam. İndi hamısını yazıram. X-ə yazıram 180. Bölək. Y-ə yazıram 30. Z-ə yazıram 60. T-yə də yazıram 90. Belə cavablar yoxdur. Bunları ixtisar edeyik. Mən ixtisar edirəm. Ən balaca neçəyə, ən böyük neçəyə ixtisar edə bilərəm? 30-un özünə. Hamısı 30-a bölünür. Baxın, bunları hamısı 30-a bölürəm. 30-a bölündə düşür 6 dəfə. 30-a bölündə 1 dəfə. 30-a bölündə 2 dəfə. 30-a bölündə 3 dəfə. Mənim cavabım burada 6, 1, 2, 3. Y variantına uyğun gəlir. 8-ci sualda deyir ki, sual şərəsinin yerinə uyğun gələn variant tapın. Gəlin tapaq. A, B, C-ni toplayanda 100% eləyir. A plus C minus B-ni çıxanda, ondan çıxanda neçə faiz eləyir, onu soruşur. Yəni, A, B, C-nin yerinə qoyaq ilk öncə. Bunları toplayanda nə qədər eləyir? A-yım 200-dür, B-yim 80-dir, C-yim də 120-dir. Toplayanda neçə eləyib ki? 200, 120 və 80. Bu bizə verir 400. Bəs çıxanda nə qədər eləyəcək? A-yım nə qədərdir? Baxın, 400, 100%. Topladım hamısını, 100%dir. 400-üm 100%dirsə, indi bunu tapım görək neçə faizdir? A-dan A-yım 200-dür. Üzərinə gəlirəm, 200 dedim, yazmadım. 200. Yazayım bir dəqiqə. A-yım 200-dür. Plus C-yim 120-dir. Çıxıram bunların cəmindən B-ni, yəni 80-i. Bu da mənə verir 240-ı. 400-üm 100%dirsə, 240-ım neçə faizdir? İkisinin də bərabərdir. 100-ü vururam 240-a. Bölürəm 400-ə. İxtisar gedir, qalır 4. 4-lə də bu ixtisar gedir, qalır 60. Demək ki, 60%dir. Cavabım D variantı. 9-cu sualda. Qrafikdə x bərabər 112 olarsa, y-in qiymətini tapın. Bu xətti tənlikdir. Xətti tənliyi riyaziyyatdan bəlkə də bilərsiniz, bəlkə də unutmusunuz. Xətti tənlik çəkim sizin üçün. Xatırlayarsınız bəlkə. X-in qiymətləri, y-in qiymətləri. X-in 1 olanda, y-im olubdu 3. X-im 2 olanda, y-im olubdu 5. X-im 2 olanda, y-im olubdu 5. X-im 3 olanda, y-im olubdu 7. Yəni, nə eləyibdir? X-i nə eləsəm alıram, mən burada 3-ü. Siz nə eləyir? Y bərabərdir. Y necə alır? Y bərabərdir 2x plus 1. Nəyə görə? Mən bunu 2-yə vururam, 2. Üzərinə bir gəlim 3. 2-yə vururam 4. Üzərinə bir gəlim 5. 2-yə vururam 6. Üzərinə bir gəlim 7. Və düstur budur. 2x plus 1. Yəni 2-yə vurur, üzərinə 1 gəlir, y-in qiymətləri alınır. İndi x 112 olanda 112 olarsa, y neçə olar? Y-də belə tapıram. Y bərabərdir. X-in yerinə 112 qoyuram. 2 vurulsun 112 plus 1. 124, 224. Üzərində bir gəlsəm 225. D variantına uyğun gəlir. Xətti tənlikdir. Baxaq burada 10-cu suala. 10-cu sualda deyir ki, qrafikdə A və B məhlullarının duz su nisbətləri verilmişdir. A və B məhlullarının bərabər miqdarda götürülüb qarışdırılarsa, alınan yeni məhlulun duzluq faizi neçə faiz olar? Burada bir düstur lazımdır. Bizə əslində bunu çətin bir sualdır və bunu qoymamalıdırlar deyə düşünürəm. Amma ki, verilib də yazaq. Qoymamalıdırlar deyəndə belə nəzərdə tutaq. Bu təbii ki, sadəcə B kateqoriyası üçün deyil. AB, AC də var. AC-də məsəl üçün bu rahat-rahat düşə biləcək bir sualdır. AB məhlullarının bərabər miqdarda götürsün. Birinci ən azından bilək ki, AB-nin miqdarı nə qədərdir, duzluluğu nə qədərdir, sonra keçək. A məhluluna baxıram.
Ən məhlulu neçə kiloqramdır? Baxın, 8 kiloqram duzdur. Su var bir də. Duzla su, duz məhluludur. 32 A'ya baxsam, A 32 buradadır. 32 kiloqram sudur, 8 kiloqram duzdur. Yəni nə qədər eləyir? 40 kiloqram. 40 kiloqram A'dır. B nə qədərdir? B də 72, 8. Bu da mənə verəcək 80. 80 kiloqram da B'dir. Bir də bunların duzluq faizini bilmək lazımdır. 40 kiloqramdır. Bunun 8 kiloqramı duzdur. Neçə faizi duzdur yəni? Yəni 5də 1-i. 5də 1 nə deməkdir? 20 faiz. 20 faizi duzdur. 20 faizi duzdur. Bir də buna baxaq. 80 kiloqramdır. 8 kiloqramı duzdur. Yəni nə qədər? 10da 1-i. 10da 1 ilə 10 faiz deməkdir. 10 faizi. 10 faizi də 10 faizli məhluldur. Bu da yenə 10 faiz. Bu 20 faizli məhluldur. Bu da 10 faizli məhluldur. Hərəsindən deyir ki, bərabər miqdarda götürüb qarışdırırlarsa yeni alınan məhlulun duzluq faizi neçə olar? Belə fikirləşək. Hərəsindən 10 kiloqram götürürəm. 10 kiloqram götür. 10 kiloqram götürsəm bunun bir düsturu var. Omega bərabərdir. Omega 1 M1 olmalıdır. Yəni birinci bu omega ümumi duzluluqdur. Yəni duzluq faizidir. Omega 1 birinci məhlulun duzluq faizini götürək. Düstur belədir. Omega 1 M1 plus omega 2 vurulsun M2. Alt hissədə də omega 1 ilə M1 ilə M2-nin cəmi. M1 plus M2. Düstur belə olmalıdır. Burada incəni qoyaq yerinə. M nədir? Nə qədər götürdüyünün kütləsidir. Nə qədər götürmüşəm? 10 kiloqram. M1-in yerinə, M2-in də yerinə 10 kiloqram yazacağım. Omega 1-cinin duzluq məhlulu 20-dir. Bundan nə qədər götürdüm? 10 kiloqram plus omega yenə 2-cinin duzluq faizi 10-dur. Nə qədər götürdüm bundan? Yenə 10 kiloqram. Altda ikisinin də kiloqramı eyni olduğuna bu şəkildə yazacağıq. Yuxarıda qalır necə? 20-ni 10-a vursam 200, burada da 100. 300, 300'ü də bölürəm aşağıda 20 qalıbdır. 0 geçsin 30'u 2'ye böləndə 15. Yəni 15 faizli məhlul alınmışdır. 15. Keçirik 11-ci suala. 11-ci sualda deyir ki, qrafikdə firmanın 4 illik alış-satış göstəriciləri verilmişdir. Buna görə firmanın 4 illik gəliri nə qədər olmuşdur? 4 illik gəliri. Gəlin baxaq. 2007-ci ildə. 2007-ci ildə nə qədər olmuşdur? 60.000, baxın bu alışdı, qarı olan alışdı, ağ olan satışdı. Baxın 60.000 manatlıq məhsul alıbdı, 75.000-ə satıbdı. Gəlir nə qədərdir? 75.000-dən 60.000 çıxıram, qalır 15.000. 2007-də 15.000 manat gəlir əldə ediblər. Qabağına plus qoyuram ki, 15.000 manat gəlirdi. Gəlirim 2008-ə. 2008-ci ildə 85.000-lik manatlıq alış-veriş ediblər. Bunu 2008-də nə qədər? 65.000-ə. Belə bax da, 85.000-ə alıblar, 65.000-ə satıblar. Nə qədər ziyandadılar? 20.000 manat ziyandadılar. 20.000 ziyanda. Sonra 2009'da 70.000'lik alıblar, 100.000'lik satıblar. Yəni nə ediblər? 30.000 gəlir əldə ediblər. 2010'da da 50.000'ə alıblar, 80.000'ə satıblar. Yenə 30.000 gəlirləri var. Bunda belə baxaq. 30.000, 30.000. Elədir nə qədər? 60.000. 15.000 də bu. 75.000. 75.000 gəlirləri var. 20.000 də ziyana düşüblər. 75'dən də 20.000 çıxsam 55.000. A variantı düzgün cavabdır. 4 illik gəlir 55.000 olmuşdur. Bir biznesmenin aylıq xərcləri diaqramda göstərilmişdir. Geyim xərcləri 640 manat olduğuna görə yanacaq xərcləri nə qədərdir? Geyim xərci 640 manatdır. Yəni 8% 640 manatdırsa, yanacaq xərcini soruşur. Yanacaq da 16%-dir. 16% nə qədər olacaq? X. X-i tapmaq üçün 16-nı vururam 640-a, bölürəm 8-ə. İxtisar gedir 2. 2-yi də 640-a vuranda 1280. 1280, bu da mənə verir Y variantını. Keçirəm 13-cü suala.
13-cü sualda deyir ki, əkildikdən sonra bitkinin böyüməsi qrafiki verilmişdir. Bitki hər gün 0,4 sm böyüyür. Böyüyərsə əkildikdən neçə gün sonra boyu 20 sm olar. Deməli, belə baxırıq ki, 0-da zaman gün, belə baxaq 0-da, yəni əkildiyi gün. Əkildiyi gün bunun uzunluğu nə qədər imiş? 12 sm-miş, 12 sm. Və indi deyir ki, 20 sm olması üçün neçə gün böyüməlidir? 12 sm-dir. 20 olması üçün mənə lazımdır burada 8 sm, düzdürmü? 8 sm. 8 sm lazımdır. Hər gündə 0,4 qədər böyüyür. Nə qədər böyüyər? Belə yazaq bunu, yaxşı başa düşəsiniz. Bunu da ona vururam, bunu da ona vururam. İki tərəfdə ona vursam, bunu ona vursam 80, bunu ona vursam 4. Bu da bərabərdir 20-yə. 20 gün lazımdır mənə. Hər gün 0,4 böyüsün və nəticədə 8 sm böyüsün ki, ya da hündürlüyü 20 sm olsun. Bu nədir? Burada 2 dənə qrafik veribdir. Deyir ki, aşağıdakı cədvəldə almanın 1 kiloqramının aylar üzrə qiymətləri verilmişdir. Məsəl üçün, avqust ayında 3 manat aydı, sentyabr ayında 3,5, yəni 3 manat 50 qəpik, oktyabrda 4 manat, noyabrda 4 manat 50 qəpik, dekabrda 5 manat. Qrafika əsasən fermerin bu 5 ayda satdığı almanın miqdarı göstərilmişdir. Avqust ayında deyir 300 kilo satıbdı kiloqramla. Sentyabrda 250 kiloqram, oktyabrda bu qədər satılıb. Fermerin 5 ay ərzində orta aylıq gəliri nə qədər olmuşdur? Yoldaşlar, 5 ayda gəliri nə qədər olmuşdur demir ha, orta aylıq gəliri. Yəni hamısını toplayıb, ədəd ortasını tapırıq da, hamısını toplayıb 5-ə böləcəyim. Çünki 5 aydır. Gəlin birinci tapaq. Birinci müəyyənləşdirək ki, bu məsəl üçün avqust ayında 300 kiloqram satıbdı. Qiymətli 3 manatdır. 300 kiloqram 3 manatdan eləyir 900 manat. Sonra sentyabrda 250 kilo satıbdı 3 manat 50 qəpikdən. Belə fikirləşək, 25-i 35-ə vurmalıyam. Bu da eləyəcək 875. Sonra oktyabrda 350 kiloqram satıbdı 4 manatdan. Düzdürmü oktyabr ayında? Bu da nə qədər eləyir? 350-ni 4-ə vuranda eləyir 1400 manat. 1400. Noyabr ayında 150 kilo satıbdı 4 manat 50 qəpikdən. Yəni 15-i 45-ə vurmalıyam, mənə 675 verəcək. 675 manat buradan qazanıbdı. Dekabr ayında 150 kilo satıbdı 5 manatdan eləyir 750 manat. Hamısını toplayan nə qədər eləyir? Hamısını toplayanda gəlin bu toplayım. 0, 1 yadda, 14, 19, 1 də yadda, 22 yadda, 10, 19. Bu nəyə görə 10 dedim? Qoydum üstünə 2 yaddan, qoydum bunun üstünə 10. 19, 23, 29, 36, 6 yazdım 3 yadda. Bu da 1, 3 yadda 4, 4600. 4600-də bölürəm bunların sayını. Ədəd ortasını tapıram 5-ə. Bu da mənə verəcək neçəni? 9, 2, 0. 920 manat. 920 manat da C variantı. Orta aylıq gəliri 920 manat olmuşdur. 5-ci sualda deyir ki, 15-ci sualda. Aşağıdakı qrafikdə eyni işi görən A və B şəxslərin gördükləri iş miqdarı və onlara uyğun saatlar göstərilmişdir. İkisi birlikdə eyni işi neçə saata yerinə yetirər? Gəlin baxaq. A nə qədər iş görüb? A deyir ki, 2 gündə 3də 1 iş görübdür. İşin 3də 1-ini görübdür. Onda tam işi görək, birinci baxaq. Buradan yazım. A bir işin 3də 1-ini 2 günə görübdürsə. Belə baxaq. Yaxşı, bunu hesablayayım. Burada yazım. A-im nədir, B-im nədir? Tam işi neçə günə görüblər? 2 günə 3də 1-ini görübdürsə, 2 günə 3də 1-ini görübdürsə. Tam iş nə deməkdir? Tam iş 3də 3 deməkdir, düzdürmü? Bunu neçə günə görəcək? X-in bərabərdir. 3də 3 nə deməkdir? 1 də. 1-i vuracağım 2-yə. Böləcəyəm buna, amma bunu da bölməyim də vurum, tərsinə vuram 3-ə. Yəni bunun tərsi 1də 3-dür. 1də 3 də elə 3 deməkdir. Bu da bərabərdir 6-ya. Demək ki, tam işi 6 günə görür. 6 günə görür. Bir dənə də B-yə baxaq. B-də də deyir ki, saatdır bu. Saatda fərqi yoxdur. Yəni 3 saat, 6 saata görəcəkmiş. 3 saata görür işliyinin 4də 1-ini. 3 saatda 4də 1-ini görürsə,
Gəlin yazaq B-nin gördüyü işi. 4'te 1'ini 3 saata görürsə, 4'te 4'ünü neçə saat görəcək? Yəni tamamını, 1'i. X'im tapmaq üçün 3'ü vururam 4'te 4'ə, yəni 4'te 4 1 deməkdirsə, x'im bərabərdir 3'ü vururam 1'ə, bölürəm 4'te 1'ə. Böləndə də bunun tərsini vururam. Bunun tərsi 4'dür. Bu da bərabərdir 12'yə. 12 saata görəcəkmiş. İndi mən belə bir sizə oxuyum. Məsələ necədir? Deyir ki, A bir işi 6 saata, B isə həmin işi 12 saata görür. Onlar birlikdə işləsələr, bu işi neçə saata bitirərlər? Biz bunu iş məsələlərində yazırdıq. Yəni 1 saatda gördüyü işi yazmalıyam. 6'da 1 plus 12'də 1 bərabərdir. Bunlara ortaq məxrəc 12'dir. 12 olması üçün 2'yə vururam, yuxarıda da 2'yə vururam. Bu da elə qalacaq yerində. 12'də 3, bu da bərabərdir 4'də 1'ə. 4'də 1, yəni məxrəcini göstərsəm 4 saata yerinə getirərlərmiş. 16-cı sual. 16-cı sualda bizə deyir ki, aşağıdakı qrafikdə dolu bir hovuzun zamana görə boşalmasını göstərir. Bu qrafikə görə hovuzun 50% neçə tondur? 50% neçə tondur? Aha. Yəni yarısı da yarısını. Tamamını tapaq, yarısını tapmaq asandır. Belə baxaq. Bu zamana görə boşalmasını. Burada neçədir bilmirəm. Amma ki, necə boşalır? 6 saatdır. Baxın, əslində bunu belə bilmək lazımdır. 2 saatda 36'dır. 2 saatdan 8 saatda bu tamamilə boşalır. 2 saatda tamamında 36'dır. Və 36 litr bu müddətdə boşalıb qurtarır. Yəni 2-ci saatda artıq 36 litr vardı. 8-ci saatda bu yoxdur. Yəni burada arada nə qədər saata boşalıbdır? 6 saat. 6 saatda bu 36 litr boşalıbdır. 36 ton boşalıbdır. 6 saatda 36 ton boşalıbdır. İndi biz əslində nəyi soruşur? Bizdən soruşur ki, biz birinci baxaq ki, bu tamamı neçə saatdır? 8 saatın neçəsi? Neçə ton imiş? 8 saatda ümumilikdə 8 saatda neçə tondur? Boşalıb qurtarıbdır. İkisi tapaq birinci. İkisinin bərabərdir. 8'i vururam 36'ya bölürəm 6'ya. 6, 48. 48 ton imiş. 48'in 50%, yəni yarısı. 48'in yarısı 24 tondur. 17-ci sualda deyir ki, qrafikdə KLM üçbucağının, mən bunu indi üçbucaq eləyim. Üçbucağının bucaqların nisbəti verilmişdir. Buna əsasən L bucağı neçə dərəcəlidir? Buranı deyir ki, K'm 6'dır, L'im 3'dür, 3 nisbətdədir. 9'um da, yox, yəni M'im də 9 nisbətdədir. Bunların bir-birinə nisbətidir. Məsəl üçün bir şey götürün, 6x götürün, 3x götürün, 9x götürün. Bunların nisbətləridir. Ona görə yanında bir şey götürməlisiniz. Və deyir ki, buna əsasən L bucağı neçə dərəcədir? Bucağın dərəcəsi dediyinə görə, yoldaşlar, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni 6x plus 3x plus 9x bərabərdir 180'ə. Bu hamısını toplayanda eləyir neçə? 18. 18x bərabərdir 180'ə, x'im də bərabərdir 10'a. İndi L neçədir? 3x. 3x'im də bərabərdir. X'im 10'dursa 3'ü də 10'a vuram, eləyir 30 dərəcə. 18-ci sualda ayları verib və gəlirləri yazıb. Deyir ki, yuxarıdakı cədvəl şirkətin aylara görə gəlirini göstərir. Fevral ayında gəlir ümumi gəlirin neçə faizdir? Ümumi gəlirin neçə faizdir? Fevralcı gəliri 10.000, ümumi gəlirin neçə faizdir? 10.000 neçənin? Bilmirəm, axı toplayaq. 20.000, 10.000-də bu. 30.000. 30.000, bu elədir 15.000-də bu. 45.000. 5.000-də bu 50.000. 10.000, 50.000'in neçə faizidir? Faiz deyəndə 100'ə vuram. Sıfırların 4'ü bundan gedir. 5'də bu 100 nə ixtisar edir? Burada qalır 20. Yəni 20%. Cavab B variantı. Asan bir sual idi. 19-cu sualda bizə deyir ki, diaqramda riyaziyyat fənnindən 3 müxtəlif sinifdə şagirdlərin aldığı qiymətlər göstərilmişdir. Diaqramda verilənlərə görə uyğunluğu müəyyən edin. Gəlin baxaq.
İlk öncə baxaq görək elə. Bizdə ümumi sinifin söhbəti olacaq burada. Ümumi sinifin neçə faiz? 5 qiymət alanlar sinifin neçə faizdir? 25%dir. Mən əvvəlcə birinci baxaq görək elə. Sinifdə neçə nəfər var ki, bu 25% neçə eləyir, 20% neçə eləyir? Deməli, ümumi nə qədər şagird var? 6, 8, 16, 10. Toplasam 40. 40 nəfər var. Birincidə 40 nəfər var. İkincidə 9 ilə 7, 16, 30, 40 nəfər var. Burada neçə nəfər var? Yenə 14, 25, 40. 40 nəfər də buradadır. Bütün siniflərdə 40 nəfər var. Birinci sinifdə də, ikinci sinifdə də, üçüncü cədvəldə. Yəni 3 dənə sinifin üçündə də 40 dənə şagird var. İndi bizə deyir ki, A variantında 5 qiymət alanlar sinifin 25%dir. 5 qiymət alanlar burada məsəl üçün neçədir? 8. 8 40-ın 25%dirmi? 25% bilirsiniz nə deməkdir? 4də 1-i. Baxın, 25%. %25. %25. İxtisar gedir. Qalır burada 4də 1. 4də 1-i. Yəni, mən 4-ə böləndə bununla alıram. Bu 20%-dir. Çünki 5də 1-idir. Demək ki, 4də 1-i bu deyil. Buna baxaq. 5 qiyməti alanlar. Burada 10-dur. 10 40-ın 4də 1-idirmi? 10 40-ın 4də 1-idir də, bəli. 40-ı 4-ə böləndə, yəni baxaq da, 10 40-ın 4də 1-idirmi? Bəli. 10 40-ın 4də 1-idir. 10 40-ın 4də 1-idirsə, demək ki, elə ikincinə aiddir. Yazın buradan, hardan yazaq? 1, 2, 3. Birincinə, ikincinə, üçüncünə. A getdi ikincinə. Gəlirəm B-yə. 5 qiymət alanlar sinifin 20%-dir. Baxın, buradadır. 20%-in nə deməkdir? %20 deməkdir. Baxın, bundan ixtisar getsə, qalır burada 5də 1. 5də 1-idir. İndi həqiqətən də, baxın, birinci suala. Burada 5 qiymət alanlar birincinə 8-dir. 8 40-ın 8 40-ın 5də 1 olmur. İxtisar gedir, qalır 5də 1. Demək ki, düzgündür. Yəni, B aiddir birincinə. B'yi də yazırıq birincinə. B oldu birincinə. Sonra gəlirəm C-yə. 4 qiyməti alanlar 3 qiyməti alanlardan 60% çoxdur. Gəldim bura. Deyir ki, deməli, C-də 4 qiyməti alanlar. 4 qiyməti alanlar nə qədərdir? 16-dır. 3 qiyməti alanlardan, yəni 10-dan. 16 10-dan 60% çoxdurmu? Bəli, çoxdur. Yəni necə? Yazım. Əgər 10 100%dirsə, 16 neçə faiz olur? X düzdürmü? X-in bərabərdir. 16-nı vururam 100-ə. Bölürəm 10-a. 0-ın biri bundan gedir. Edirmi 160? 160. X bərabərdir 160. Həqiqətən də 60% çoxdur da ondan. Demək ki, birincinə getdi yenə. Bu C variantım getdi birincinə. C variantım da birincinə. Bəlkə də cavabımız çıxıbdır. 1-ə BC, bəli, bir dənə D variantı var. Yenə də baxaq. 3 qiyməti alanlar 2 qiyməti alanlardan 200% çoxdur. Yəni deyir, biri 200% çoxdur nə deməkdir? Biri 100-dürsə, biri 300 olsun. Ona görə olsun, məsəl üçün 3 qiyməti alanlar 2 qiyməti alanlardan. 2 qiyməti alan, məsəl üçün burada 6-dır. Birinizdə baxmayaq. Gəlin burada məsəl üçün veribdir D-ni 3-ə. 3-ə qoyaq yerinə. 2 qiyməti alanlar 5 nəfərdir. 5 nəfər 100%dirsə, 3 qiyməti alanlar da qədərdir? 3 qiyməti alanlar 15-dir. X. Burada x-im 300-dürsə, demək ki, düzdür. X bərabərdir. 15-i vuram 100-ə, bölürəm 5-ə. İxtisar gedir, qalır 3. 3-ü 100-ə vuranda 300. Tamamilə doğrudur. İndi mən hardan bildim ki, bu 200% çoxdur. 200% nə deməkdir? Baxın, bu 100%dir, bu da 300%dir. Bəli, bu bundan 200% çoxdur. Demək ki, 3-ə oldu D. Bir də Y-yə baxaq. Y-yi də 3-ə veribdir. Görək elə. Həqiqətən doğru bizə verir, yoxsa yox. 2 və 3 qiymət alanların sayı 4 və 5 qiymət alanların sayına bərabərdir. Y-yə veribdir bunu. 2 və 3 qiymət alanlar. 2 qiymət alanlar 5 nəfər, 3 qiymət alanlar 15 nəfər. Deyir, bu bərabər 4 ilə 5 alanların sayına. 4 alanlar 11 nəfərdir. 5 qiymət alanlar 9 nəfər. Bəli, bu tərəfdə 20 elədi, bu tərəfdə 20 elədi. Demək ki, bərabərdir. Tamamilə doğru. Y variantı da bura gələcək. Cavabımız D variantına uyğun gəlir. Bu faizlə işləyəndə əgər faizi tam başa düşə bilmirsinizsə, baxın onu çevirin də. 20% deyirsə,
20% %20. %20 deməkdir. %20 nə deməkdir? %20 5'te 1 deməkdir. Yəni 5'te 1 hissəsi olmalıdır. 20-22 sayılı suallarda verilmiş cədvələ əsasən cavablandırın. İlləri veribdir. 2000-ci il, 2001, 2002, 2003. Armud, gilas və alma istehsalını. 2000-ci ildə tutaq ki 25 ton armud istehsal olunub. 2000-ci ildə 10 ton gilas istehsal olunub və digərləri də eyni qayda. Yuxarıdakı cədvəl bir fermerin illəri görə armud, gilas və alma istehsalını göstərir. 20-ci sualda deyir ki, 2001-ci ildəki armud istehsalı, 2001-ci ildəki armud istehsalı 15 ton. 2000 başlayın. Ümumi armud istehsalı neçə faizdir? Ümumi armud istehsalı baxın bunların hamısıdır. Bütün illərdəkidir. Neçə faizidir? 15 ümuminin neçə faizdir? Ümumi nə qədərdir? 25 ilə 15 toplasam 40, 40 ilə 40 80, 20 də bu 100. 100 15 100'ün neçə faizdir? 15 faizdir. İkinci suala gəlirəm, 21-ci sualına. Bu cədvəlimiz getməsin. 2000-ci ildəki gilas istehsalı, 2000-ci ildəki gilas istehsalı, 10 ton. 2000-ci ildəki ümumi istehsal, 2000-ci ildəki ümumi istehsal bu 3'üdür. Yəni 3'ünü də götürürük. 10, bu 2000-ci ildəkinin neçə faizdir? 15'dən 25 40, 10 da bu 50. 10 50'nin neçə faizdir? 20 faizi olmalıdır. Faizdir deyəndə 100'ə vururam. 50 ilə 100 qısa gedir. 2, onu 2'yə vuranda 20. Deməli 20 faizdir. 22-ci sual deyir ki, 2000-ci ildəki armud istehsalı, 2002-ci ildəki armud istehsalı. 2002-ci ildəki armud istehsalı 40. Ümumi gilas və alma istehsalının neçə faizdir? Ümumi gilas və alma istehsalının neçə faizdir? Yəni bunların hamısının cəmi bax görün nə qədər edir? 20, 30, 40. Bu elə də 40. Bu nə qədər edir? 25 ilə 15 40, 60 da bu 100, 120. İkisinin də cəmi 160. 40 160'ın neçə faizdir? 40 160'ın neçə faizdir? 25 faiz olmalıdır. Baxın burada. İxtisarımızı gedək. Belə ixtisar gedim. Bu hatta buna ait bir şey deyil. İstəyirsiniz silin, beyniniz qarışmaz. İxtisar gedində burada 4 qalır. 4'ün də 100 ixtisar gedir. Burada qalır 25. 25 faizidir. Bu da belə. Keçək 23-cü suala. 23-cü sual deyir ki, qrafikdə iki fərqli hovuzdakı su miqdarının zamanı görə dəyişmə asılılığı göstərilmişdir. Hovuzdakı su miqdarı neçə saat sonra bir-birinə bərabər olar? Bax görək necə bir azalma var. Birinci hovuz 16 saata boşalır. 80 litrdir. 16 saata boşalır. 1 saat nə qədər boşalır? Birinci bunu hesablayaq. 1 saata, birinci hovuz, 1 saata. 16 saata belə baxırsınız. 16 saata 80 litrdirsə, 1 saata daha doğrusu 1 saata neçə litrdir? 5 litrdir. İkisini də bərabərdir. 80'ə vururam 1'ə, bölürəm 16'ya. Bu da edir 5 litr. 1 saata 5 litr. Gəlin ikinci hovuza baxaq. İkinci hovuz 20 saata 60 litrdirsə, 20 saata 60 litrdirsə, 1 saata nə qədərdir? 3 litr. 1'i 60'a vururam, bölürəm 20'yə. Bu da eləyəcək 3 litr. 3 litrdə 1 saata 3 litr boşalır. Bizə nəyi soruşurdu? 1 saat tapdığımıza görə hovuzdakı su miqdarı neçə saat sonra bir-birinə bərabər olar? Belə baxaq da onda. Hər saatda 5 litr boşalır. Birinci hovuz hər saatda 5 litr. Neçə saat olduğunu bilmirəm. Səsindən çıxıram. 5 x'i 2 saatim da artıq. Neçə saat olacaq bilmirəm. Bu bərabər olsun. İkinci hovuz 1 saata 3 litr boşalır. 60 litrdir. 1 saata 3 litr boşalır. 3x götürüm. Neçə saatdır bilmirəm. Bir-birinə bərabər olsun. Gəlin bunu bir-birinə bərabər eləyək. Belə eləyək. X'i bu tərəfə keçirək. 60'ı bu tərəfə keçirək. Mənfidən qurtulaq. 5 bu tərəfə keçsəm, müsbət 5. Müsbət 5, mənfi 3, müsbət 5 mənə verir 2x'i. 60 bu tərəfə keçsə, 80'dən 60'ı çıxsam 20. İkisini də bərabərdə 10'a. Demək ki 10 saatda. İstəyirsə, həqiqətən də baxaq.
10 saatda nə qədər boşalacaq? 50 litr. 1 saatda 5 litr isə 10 saatda 50 litr. 50 litr boşalanda buradan qalacaq 30'u. Bu 1 saata, 10 saata. Bax 1 saat 3 litr isə 10 saata 30 litr. Bu 30 litr azalanda 10 saatda yenə qalacaq 30. Bir-birinə həqiqətən də bərabər oldu. Ona görə 10 saat qəbul edirik. Keçirik burada 24-cü suala. 24-cü sualda görək bizə nə verir, nəyi soruşur. Böyüdüm biraz daha, baxaq görək nə soruşur. Aşağıdakı dairəvi qrafikdə 1800 hektar ərazidə dincə qoyulan və 5 fərqli əkin sahəsinin nisbəti göstərilmişdir. Cədvəldə isə hər hektardan alınan məhsul miqdarları verilmişdir. Aha. Bu məlumat görə aşağıdakıların hansı səhvdir? Burada faizi ilə göstəribdir. Bir əkin sahəsinin faizi ilə göstəribdir. Burada da əkin buğdada, yəni hər hektardan alınan məhsul miqdarı tonla. 2 ton. Belə başa düşürük. Buğda 2 ton, arpa 2,5 ton, qarğıdalı 6 ton, tütün 2 ton, düyü 1 ton və hər hektardan. Hər hektardan dediyinə görə, gəlin bunu belə baxaq birinci. Nə qədər hektardır yəni? Birinci ona baxmaq üçün nə qədər hektardır? Deməli, burada düyü 40%'dir. Bu bütün 360'ın 40%'dir. Yəni nə qədəri düşür? Elə baxmaq lazımdır. 1800 hektar. Bunu verib də unutmuşam ki, nə qədər hektardır. 360. Birinci belə baxaq. Neçə 1% neçə hektar düşür? 360 da, yəni bu 1800 hektar. 1800 hektarım 360 faizdirsə, faiz yox, dərəcə bağışlayın, dərəcədirsə, bir dərəcəni tapaq, sonra hər dərəcəyə görə müəyyənləşdirək də. 1 hektarım nə qədərdir? Neçə dərəcədir? X. Aha. X-i tapım. X bərabərdir. 360'ı vuram 1'ə, bölürəm 180'ə, 1800'ə. Mənə nə qədər verəcək? Ya da birindən də tutub tapa bilərik. Hər birinin yerinə qoya bilərik. 1800, 360 dərəcədirsə, 1 hektarım neçə dərəcədir? Belə baxaq. Yaxşı, 1 hektarı tapaq. 360'ım 1800, bu da 360. Belə başa düşməliyik ki, əslində. Buna elə birbaşa yazsaq, deyərik ki, 360'a hər elə ki, hektara bu 5'ə vuranda olur da, düzdürmü? 5 dərəcə kimi götürə bilərik bunu. Ümumi 5 dərəcə kimi götürə bilərik. Heç buna gərəyimiz qalmaz. Ümumi 5 dərəcə kimi götürə bilərik. 5 dərəcə kimi götürəndə belə başa düşək. Bu hər birin mən hektar tapmaq üçün dərəcəni vurmalıyam 5'ə. Məsəl üçün 40% düyüdür. Bunu mən 5'ə vurmalıyam ki, yəni bu bizim 360'dan uyğun olsun. Bu da mənə verir 200 hektar. 200 hektar düyüdür. Bunu da 5'ə vursam eləyər 600 hektar. Buğdadır. Arpa 80%. Bunun 2 qatı, yəni 400 hektar. 45 nə yazacaq? 45'də 5'ə vursaq bizə verir 225. 225 hektar qarğıdalıdır. Tütün 57%. 57'ni 5'ə vuranda 285. 285 hektar tütündür və 18%. 18'də 5'ə vursam 90 hektarda dincə qoyulan ərazidir. Yəni baxaq indi. Bu hər hektardan 2 ton buğda çıxarılıbdır. Görək elə, hər hektardan. Buğda neçə hektardır? 600 hektardır. 600 hektardır. 600 hektar. Hər hektardan 2 ton çıxarılıbsa 600 hektardan 1200 ton çıxarılacaq. 1200 ton. Gəldim bura. Arpa 400 tondur. Hər hektardan 2,5'dirsə, 400 hektardır bağışlayın. Hər hektardan 2,5 tondursa, mənə verər 40'ı 25'ə vuracağım. Elə ki 1000 da. 1000 ton. Qarğıdalı nə qədərdir? 225 və hər hektardan 6 ton çıxıbsa, vursam 6'nı 225'ə 1360 ton. Tütün nə qədərdir? 285. 2'yə vursam 570 ton. Bir də düyü də elə özüdür 200 ton çıxarılmışdır deməkdir. Gəlin baxaq. Bu məlumatlara görə aşağıdakıların hansı səhvdir? Qarğıdalıdan alınan məhsul buğdadan alınan məhsuldan çoxdur. Qarğıdalıdan alınan məhsul 1360, 1200'dən çoxdur. Düzdür.
Buğdadan alınan məhsul düyüdən alınan məhsuldan 6 dəfə çoxdur. Buğdadan alınan məhsul 1200-dür. Nədən deyir? Düyüdən. Düyüdən 200-dən, 1200, 200-dən 6 dəfə çoxdur. Bu da düzdür. Tütün və buğda əkinin hər hektarından eyni miqdarda məhsul alınmışdır. Tütün və buğda əkinin hər hektarından. Tütün və buğdanın hər hektarından bəli 2 ton alınır. Burada deyir eyni miqdarda məhsul alınır. Düzdür. Düyü əkilən ərazi arpa əkilən ərazinin yarısı qədərdir. Düyü əkilən ərazi arpa əkilənin yarısı qədərdir. Bəli də bu 80%, bu 40%, yarısıdır. Dincə qoyulan ərazi ilə tütün əkilən ərazinin cəmi arpa əkilən ərazidən çoxdur. Dincə qoyulan 90 hektardır. Tütün əkilən ərazinin cəmi. Tütün də 285-dir. Bunun cəmi nə qədər edir? Cəmi mənə verir 375-i. 375 deyir ki, arpa əkilən ərazidən çoxdur. Arpa 400, çox deyil, azdır. Y variantı yanlış olmuş olur. 25-ci suala baxaq. 25-ci sualda bizə deyir ki, su ilə dolu hovuzun boşalma qrafiki verilmişdir. Dolu hovuz neçə dəqiqəyə boşalar? Yenə dediyimiz kimi 4 dəqiqəyə 96-dan düşüb 84-ə. Yəni neçə litr boşaldı? 4 litr bağışlayın 12 litr. 12 litr boşalıb deməkdir. 12 litr boşalıbdırsa, yəni 4 dəqiqəyə 12 litrdirsə, bu 96 litr neçə dəqiqəyə boşalar? Dolu hovuz neçə dəqiqəyə boşalar? İkisini də bərabərdir. 96-nı vururam 4-ə, bölürəm 12-yə. Qısacası 8, 8-ə 4-ün 32. 32 dəqiqəyə boşalarmış. Növbəti 30-a qədər baxaq bunlara. 26-28 adlı sualları aşağıdakı cədvələ uyğun, cədvələ əsasən cavablandırın. Mənə deyir ki, cədvəldə tələbənin aylıq ümumi xərcləri göstərilir. Bir dənə tələbənin aylıq xərcləri göstərilir. Xərclər, qida xərci, geyim xərci, nəqliyyat, kirayə və digər xərclər. Ümumi xərclər deyir, içindəki pay, xərc növü və ümumi xərclər. 18-in 7, 18-də 7. Ümumi paya, xərc növ, ümumi xərcləri, ümumi xərc bu qədərdir. Bilsin nə qədərdir? 18-ə 7. Biz əslində bunu bir ortaq məxrəc götürüb daha yaxşı başa düşə bilərik. 18, 12, 36, 3, 54. Bunlara ortaq məxrəc bilirsiniz necədir? 108. Hamısı 108-ə, yəni 108 bunların hamısına bölünür. 108-də 108-i mən bölsəm 18-ə düşər 6 dəfə. 6 dəfə 7-nin 42. 108-i bölsəm 12-yə düşər məndə 9 dəfə. 108-də 9. Sonra 108-də 3-dür. 36-ya bölündə 3. 3-ü 5-i 15. Burada 108-də 36 kirayə. 108-də 6. 2 dəfə düşər böləndə vursam 3-ə 6. İncə baxaq. Aşağıdakilərin hansına daha çox xərc çəkilib? Bax, 108-də 36 hamısından, bir dənə baxaq, 108-də daha çox var imiş. 108-də 42 hamısından daha çoxdur. 108-də 42 hamısından daha çox deyil, qida daha çox xərc çəkilib. Qalcalaşdıraq yuxarıdakı itməsin. Hansı növ xərcin yarısı digərinin 1/3-ə bərabərdir? Hansı xərcin yarısı digərinin 1/3-ə bərabərdir? Məsəl üçün, qidanın yarısı. Qidanın yarısı deyəndə, bunun yarısı 2-yə bölsən nə eləyir? Bu eləyir, deməli, 108, 54-də 21. 54-də 21. Digərinin 3/1-ə, C-imin 3/1-ə bərabərdirmi? C-imin 108-də 9-un 3/1-ə bərabərdirmi? 108-də 9-un 3/1-ini tapaq. Tapanda bu xısa gedir. Qalır 108-də 3. Hədə 3 qalıb da burada. 108-də 3. Bəs bu yarısı digərinin 3/1-ə bərabərdirmi? Bunun yarısı elədir. 108-də 21 başa düşün ya da 54-də 21 yenə alınmır. Yenə düzgün deyil. Yəni səhvdir. A variant getdi. C-yə baxaq. Nəqliyyat geyim. Nəqliyyat 5-də 36-da 5. Bunun yarısı olacaq. Yəni 108-də 15. Bunun yarısı olacaq. Deyək ki 2-yə bölsəm. Vuracam 2-də 1-ə. Xısa getmir. Qalsın yenə də 108 hər tərəfi 2-yə də bölə bilərik. 3/1-ə bərabərdir C-imin. C-imin 3/1-i 108-in də yenə eyni şəkildə bərabər deyil. 108-in 3/1-i bizə verdi nə qədər? 108-də 3-ü. 108-də 3-ə bərabər deyil ki bunun yarısı. Bu da getdi. Digər. Digər nədir? 54-də 3. 108-də 6.
108'də 6'nın yarısı neçədir? 108'də 6'nın yarısı 2'yə bölürəm, yəni vururam 2'də 1'ə. Qısa gedir, qalır 108'də 3. C-in 3'də 1'inə bərabərdirmi? C-in 3'də 1'ini tapdıqda 108'də 3'ü. Gələ silməzdim, yenə bir də baxaq. 108'də 9'un 3'də 1'i, 108'də 9'un 3'də 1'i qısa gedir 3, 108'də 3'dür. Bəli, bu ikisi bir-birinə bərabərdir. Cavab Y variantıdır. Buraları siləm, elə bilərsiniz ki, bunlar onlara aiddir. Y tapa bilmədim deyə oradan yazdım. Sonra baxaq 28'ə. Deyir ki, ümumi xərclər 1440 azın olduğuna görə nəqliyyat xərci aşağıdakilərdən hansıdır? Ümumi xərclər deyir 1440 manat olsun. Nəqliyyat xərci aşağıdakilərdən hansıdır? Nəqliyyata 108'də 15 idi. 108'də 15 hansı hissəsidir? Belə baxaq. 1440. Baxın yazın buradan. 1440'ın 108'də 15. Bir də baxaq nəqliyyat xərcinə. Bəli, 108'də 5, 15'dir. İxtisar gedər. İxtisar gedir. 36'ya ixtisar gedir bunlar. 36'ya ixtisar getsə 4 dəfə, 0 da qoyum yanına. 36'ya ixtisar getsə 3 dəfə. 3'dən də 15 ixtisar getsin 5. 40'da 5'ə vuranda 200. 200 manat. Cavab C variantı. 29 və 30'un sualları da baxaq, sonra yekunlaşdıra bilərik. 29'un sual deyil. Şəkildəki sütunlu diaqramda bir abituriyentin 125 suallıq qəbul imtahanında hər fəndən 25 sualdan düz yazdığı cavabların sayıları göstərilmişdir. Abituriyentin bütün sualları cavablandırdığı nəzərə alsa aşağıdakilərdən hansı səhvdir? Yaxşı, belə nəzərdə tutaq. Mənə bir dənə qrafik verilib. 125 sualdır. Hər fəndən də 5 fəndə, hərəsindən də 25 dənə sualdır. Hər birindən 25 dənə sual. Və necə deyirdi? Deyir ki, hər birindən cavablandırılıb da, düzdürmü? Abituriyent bütün sualları cavablandırıbdır. Deyir ki, bütün fənlərdən düz cavablarının sayı 90, səhv cavablarının sayı 32'dir. Buna necə baxmalıyıq? Aşağıdakilərdən hansı səhvdir? Bir dənə dəqiq baxaq. Bunlar düzgünlərdir, yoxsa sual sayı? Sual sayı 24, 22, 20, 15, 12. Məsəl üçün, riyaziyyatdan 12 dənə düzü var. Elə götürürük. Gəlin baxaq. Buradan 24 dənə, toplayaq bunları 125 üzərindən neçə eləyir? 24 ilə 22, 46, 66, 66. 12 də bu 84. 66, 88. 88'də üzərinə də 15'in gəlsək. Dəqiq baxmaq lazımdır, buna yox. 25 sualdır. Ədəbiyyatda 25 sualdır. 24'ünü cavablandırdığını nəzərə alsaq. 24 dənəsi düzdür. 24 dənəsi düzsə, bir dənəsi səhvdir. Bir səhv buradan. Səhvlərini sayaq. Bir səhv buradan. Səhvlər. Bir dənə gözləyin. Bu hissədən də səhvlərini yazım. 1 səhv. 22 düzü varsa 3 səhv. 20 düzü vardırsa 5 səhv. 15 düzü vardırsa 10 səhv. 12 düzü varsa 13 səhv. Bax, görək həqiqətən də neçə səhv olmuş olur. 23, 28, 29, 32. 32 dənə səhv cavabı var. 93 dənə düzgün cavabı var. Düzdür. Buradan yazıram 32. Hamısı bir yerdə 32 dənə səhv var. 93 dənə düzü var. A variant düzdür. Bizdən səhv soruşur. B variantını deyir ki, ədəbiyyatdan səhv yazdığı sualların sayı Azərbaycan dilindən səhv yazdığı sualların sayının 20%'dir. Ədəbiyyatdan səhv yazdığı. Ədəbiyyat buydu. Buradan bir dənə. Bir dənə səhv yazıbdı ədəbiyyatdan. Azərbaycan dilindən səhv yazdığı suallar. Azərbaycan dilindən də nə qədər səhv yazıb? 5 dənə də səhv yazıbdı. 5'də 1'i də bəli. 5'də 1 nə deməkdir? 20% deməkdir. Bu da düzdür. Riyaziyyatdan yazdığı düz cavablar tarixdən yazdığı düz cavabların 60%'ni təşkil edir. Riyaziyyatdan neçə düzü var? Riyaziyyatdan bu adamın 12 dənə düzü var. Tarixdən bəs. Tarixdən də 15 dənə düzü var. 12, 15'in 60%'dirmi? Bax, görək 12, 60'in 12, 15'in 60%'dir. Xeyr, baxaq indi. İxtisar getsə neçəyə? Tutaq ki, 3'ə ixtisar getsin. 3'ə ixtisar getsə burada 4 qalır. 3'ə ixtisar getsə 5 qalır. 5 də bundan ixtisar gedir. Burada qalır 20.
20'yi də 4'ə vuranda 80 edir. Yəni 80%-dir. 60% deyil. C variantı səhvdir. Digərlərinə baxaq deyirsiniz. Deyək, ən yaxşı yazı fən ədəbiyyatdır. Bəli, ədəbiyyatdan 24 yazıbdır. İngiliscəsindəki səhv cavabların sayı tərəfdən yazılı səhv cavabların sayının 30%-ni təşkil edir. İngiliscəsindəki səhv cavablar. İngilis dilindəki səhv cavablar 3-dür. 3 neçənin? Tarixin 10-un. 3 onun 30%-dir. 3 onun 30%-dir də, bəli, bu da düzdür. Yedə düzdür. C variantı yanlış olmuş oldu. Sonuncu sual, 30-cu sualda baxaq. Aşağıdakı cədvəl ayaqqabı mağazasında müxtəlif ayaqqabıların sayı barədə məlumatı əks etdirir. Silipon, məsəl üçün, ağdan 70 dənədir, qırmızıdan 24 dənə. Cədvəldəki göstəricilərə görə A və B-ni tapın. Burada da cəmi var. Ondasa ağların cəmi 105-dirsə, görək burada nə qədərdir? 70 ilə 15-i toplasam 85. Burada 20 olmalıdır ki, eləsin 105, düzdürmü? Bura gəlirəm, M-i bilmirəm, tamam, qalsın. Çəhrayı, burada bir dənə belə cəmi veribdir bizə. Buradan N-i tapa bilərik. N-i, baxın, cəmi 98 dənə espadril var. Cəmi 98 dənə espadril varsa, nə qədəri qırmızıdır? 38 ilə 15-i toplayanda bizə verəcək 53-ü. 53-dən də, yox, baxışın, 63-ü. 98 olması üçün espadril, neçə dənə qırmızı espadril olmalıdır. Burada yanlış yazılıb. Bizdə nə soruşur? A ilə B-ni soruşur. A ilə B hansı? Mən fikrim başqa yerə dağıldı, özür sayın. B-im də buradadır. Mən B-yi də tapa bilirəm. N-i falan tapmağa gərək yoxdur. Baxın, buradan mən B-yi tapım. B-yi də necə tapıram? Bu üçünün cəmi 65-dir. Onda B-im neçədir? 38 ilə 18-i toplayırıq. Bizə verir 56-nı. 56, 65 olması üçün 9 dənə də budur. 20 plus 9. Bərabərdir 29. Cavabım 29-dur. A və B-ni soruşur. A və B-ni tapa bilərik. Digərlərini tapmağa, bir saat hesablamağa heç bir gərəyimiz yoxdur. Bundan da 30 dənə suala baxdıq. Düşünürəm ki, bu qədər kifayət edir ki, sizə düşən sualları rahatlıqla yazasınız. Gələn dərs üçün sizlərə çoxluqlar mövzusunun izahını verəcəyim. İzahdan xəbəriniz olması üçün kanala abunə olmağı unutmayın.